Deməli, biz burada ardıcıl 2 dənə rezistor görürük. Birinin müqaviməti R-dir, o birisinin müqaviməti 3R-dir. Onların ümumi müqaviməti 4R verəcək bizə. Çünki ardıcılda müqavimətlər toplanır. Və yuxarıda 4R var, aşağıda da R var. Və bizə verib ki, R müqavimətindən 6 amper cəryan keçir. Onda 4R müqavimətindən nə qədər cəryan keçər? Yəni, buradan gələn cəryanın 6 amperi aşağıdan keçibsə, nə qədər yuxarıdan keçib? Ohm qanununa görə I bərabər U böl R olduğundan cəryan şiddəti müqavimətdən tərs asılıdır. Müqavimət 4 dəfə artanda cəryan şiddəti 4 dəfə azalacaq. Yəni 1,5 amper cəryan keçəcək. Ardıcıl birləşdiyi üçün hər ikisindən 1,5 amper cəryan keçir. Onda biz artıq buradakı gərginliyi də bilirik, cəryanı da bilirik. Müqaviməti tapa bilərik. 3R bərabərdir 45 bölünsün 1,5. Bu eləyəcək 30. Əgər 3R bərabər 30-dursa, onda R bərabər olacaq 10-a.